Dostlar, size bir şəkil paylaşmışdım. Əvvəllər çoxları bəzən çəkmişdim, video baxmayıb. Bəzən tez-tez suallar verir ki, məsələn qızılda işləyirəmsə, mən hansı lotu seçim və yaxud da necə olum? Bitcoin də biraz azdır. İndi bu əsasən demək olar ki, qızıla uyğun gəlir. İndi burada diqqət yetirək. Bu hissələrə biz diqqət yetirməyək. Bu martingale vasitəsilə balansı artırmaqdır. Buna biz X qoymalıyıq. Biz o metoda baxmırıq. Biz burada seçimimiz lota uyğun baxırıq və bilirik. Fikir verin. Və təsəvvür edin ki, ilk balans nədirsə, başlanğıc balansdır bu. Ona uyğundur. Deməli nədir? Əgər biz 0.01 seçiriksə, 100 pip bizim xeyrimizə geçsə, mən xeyrinə danışacağım. Təsəvvür edin ki, əgər ziyanımıza geçsə, bir o qədər də itirəcəyik. Yəni bilin. Hər dəfə deməyəcəm, ziyana geçsən bu qədər xeyrə geç. Eynidir onsuz. Standart 100 pipdən götürülüb. Deməli 100 pip biz xeyrə geçsə, deməli o 10 dollar qazanacaq. 10 dollar balansımız olacaq 20 dollar. Yəni fikir verin. Əvvəl onu deyil, sonra 20 oldu. Deməli 0.02-dən biz girsək əməliyyata. Orada biz qazanacaq 20 dollar. Bax, bura fikir verin. Siz əsasən bu hissəyə fikir verin, rahat olacaq. 0.0, yəni 100 pip, 100 pip. Standart olaraq hamısı 100 pip nəzərdə tutulur. 0.04-lə girsək əməliyyata, biz qazanacaq deməli 40 dollar. Bu nədir? 100 pip deməli xeyrimizə geçsə 40 qazanacaq. Əgər 100 pip əksimizə geçsə, biz 100 itirə biləcəyik. Estağfurullah 40 itirə biləcək, 40 dollar itirə biləcək, xeyrimizə geçsə 40-dır. 0.08-də isə 80 dollar qazanacaq. 100 pip xeyrimizə olsa, əgər əksimizə geçsə, onu da itirəcək. Eləncidir belə. Bəziləri bilmədən götürür 0.50 ilə açır. Day demək ki, ay insan, sən 0.50 ilə hara açsa, hələ 0.16 ilə sənin açılışın qızıldan söhbət gedir. Açılışın elə 100 pip bir balaca hərəkətin sənin 160 dollar ya itirmə ya qazanma şansın var. Təzə hələ 0. Bu qədər. Sən buradan bura 500 ucu itirirsən, təsəvvür. 500 ucu getdin ziyana. Çoxları bilmir, balansı 3000-də olsa, 4000-də olsa, açır elə 0.0 bundan aça gedir. Nə bilim, eləsi var. Elə ölçməyib promoyla 0.10-dan açır. Sən təsəvvür elə, burada 80-100 pipdir. Sən əgər səhv elədinsə, burada 80 əvəzindən sən 100 itirəcəksən. Deməli, sən bundan 10 dənə açmısansa, vura gedirsən, əməliyyatlar aça gedirsən, baxmırsan. Elə hərəsi promoyla elə 100 sən mənfivə geçsə, 1000 balanslı balans patladı, getdi. Yoxa çıxdı, sən 1000 balanslı balans yoxdur. Nə var, 10 dənə belənçə əməliyyat tapıldatmısan, səhv getdi hamısı. Ona görə diqqətli olmaq lazımdır Forex-də. Ağlıma gələn rəqəmləri eləmək lazımdır, ağlıma gələn şeyləri eləmək lazımdır. Diqqətli olmaq lazımdır. Nəyə satışınsa fikir verin, bilməlisən nə qədər qazanc olacaq, nə qədər. Bitcoin-də bu sənə çox az gətirir. Bitcoin-də elə bir ki 10 qatını seçsən də belə götürür ki, qızılda bu sənə 10 gətirirsə, Bitcoin-də təqribən 0.10 eləməlisən. Bitcoin-də, qızılda yox. Bitcoin-dəki heç olmasa bir balaca babat gəlsin də, yəni baxır indi hələ özü probunu eləyə, Bitcoin-də biraz yəni qızılda çox aparır. Yəni həm çox qazandıra bilir, həm də çox apara bilir. Görürsünüzmü? Adicə bir dənə 5 ilə açdınsa, 5.12 ilə, 5120, 5 ilə açdınsa 5000 eləyir. 5100 pipdən söhbət gedir. Eyni standart pipdir. Görürsünüzmü? 100 pip sənin açdığın lota uyğun sənin balansın olmalıdır. Ona görə deyirəm ki, minə kimi təqribən bizim açacağımız 0.01-dir dostlar. Minə kimi tənzimləmək təqribi. Bu nə deməkdir? 100 pip gedəndə bizim əksimizə biz 1000-dən 10 itirəcək. Düzdür, kimsə istəsə bunu bir balaca təcrübəsi varsa, 50 yatıbsa, 0.2 ilə də eləyə bilər, 0.4 ilə də eləyə bilər. Amma sənin 0.4-ün 100 geçir, 40 itirirsən. Təsəvvür etsən, 10 dənə eləncək əməliyyatı sən artıq 40 itirirsən. 40 deyəndə, yəni 400 itirirsən, 10 dənə səhv əməliyyatı var belə. Yəni 1000 balansla sən artıq, belə deyim də, 1000 balansı çatdırandan sonra sən artıq, məsəl üçün, təcrübən varsa, bacarığın varsa, bu iki hissədən, yəni yenə də 0.40-ı keçməmək şərtinlə, yəni çox tapbatırıb vurmaq yox. İstəyib baya vurdun, görürsən, əksivə gedir. Birini vurmursan, əksivə gedir, ikisini vurmursan, əksivə gedir. Neyəsən tapbatıb tutub vurursan?
Robot deyirsən ki, diqqətli ol, düşüncəli ol, soyuq beyinlə yana. Gözdə lazım gəldikdə görürsən ki, çox qrafik başqa yönləmə gedir. Bağlaya bilərsən əməliyyatı, aça bilərsən başqa yerdə əməliyyatı ki, yəni başqa yerdə baxış olsun. Sən hardansa bunun xeyrini götürəsən, yəni qalxışda belə deyək.